egzotik bir yerə səyahət edib, o gözəl yoga hərəkətlərini eləməyin, öyrənməyin vaxtıdır. Bəli, Baliyə bağlanacağıq biz indi. Beynəlxalq yoga təlimçisi Sahib Xudaverdiyev bizimlə canlı bağlantıda olmalıdır. Görək, indi bağlantımız nə yerdədir? Yəqin ki, bir neçə dəqiqədən sonra. Bali uzaqdır da bizim, yəqin ki, sabahınız xeyir olsun. Sabahınız xeyir olsun Sahib bəy, uğurlar sizə. Mən əzizlərim, Firuz, Aynur, sizi salamlayıram Bali adasından. Bu günləri çox aktual olan bir mövzuya toxunacağıq. Baş ağrılar ümumiyyətcə nədən olur, nəyə görə bizim beynimiz dolu olur, özümüzü narahat hiss edirik. Təbiətin səsi çox güclüdür. Yoga buna böyük diqqət ayırır, pranayama adlanır, nəfəslər. Yəni, nəfəs üsulu ilə, nəfəs texnikası ilə biz təzyiqi, baş ağrını, gərginliyi özümüzdən, beynimizdən çıxarda bilərik. Gəlin, bu nəfəslərin birini edək. Qollarımız qalxır yuxarı, çiyinlər dartılır. Bastrika adlanır bu nəfəs. Ümumiyyətcə, başınız ağrıyanda bu nəfəsi edin və baxın, necə də sürətlə baş ağrımız gedəcək. Çünki beynə oksigen gedir. Qolumuzu aşağı salırıq, sürətlə və nəfəsi veririk. Qolumuz qalxır, nəfəsi alırıq. Sonra dərindən nəfəsi al və saxla. Təxminən 15-20 saniyə. Diqqət etdiyinizsə, mən çox təzyiqlə bunu edirdim. Yəni, sanki böyük təzyiq yaradıram, nəfəsi tam al, ver, al, ver. Başınız fırlansa, bu çox normal haldır, çünki beynə oksigen gedir. Orada yenilənmə baş verir, orada təmizlənmə baş verir. Bu çox gözəldir, yəni bu sizi qətiyyən qorxutmasın. İkinci nəfəs növü energetik nəfəsdir. O da bizim bədənimizi canlandırır və bizim şuurumuzu, beynimizi aktivləşdirir. Sağ əlimizi qoyuruq qarnımıza. Sol qolumuz mudradadır. Mən indi yenidən təzyiqlə nəfəsi özümə verəcəm. Qarnım gedir içəri. Yalnız burun və yalnız təzyiqlə nəfəsi özündən çıxart. Dostlar, nəfəs çox önəmlidir. Ümumiyyətcə, insan dünyaya ilk nəfəslə gəlir və son nəfəslə dünyadan gedir. Nəfəsə diqqət ayırmalıyıq. Ümumiyyətcə, düzgün nəfəs alan insan enerjiləri, gücü, qüvvəti daha çox olur. Çünki insan ümumiyyətcə dərindən nəfəs almalıdır və bizim daxili orqanlarımız o halda düzgün çalışırlar, ventilasiya olurlar. Və əlbəttə ki, bu uzun ömürlükdür. Sağ olun, sevirəm sizi. Təşəkkür edirik Sahib bəy. Çox sağ olun Sahib bəy. Minnətdarıq sizə Sahib bəy. Çox təşəkkür edirik. Çox gözəl bir məqama toxundu. Nəfəs məsələsi. Nəfəslə gəlirik, son nəfəsə hakim olmalıyıq. Həmçinin nəfsimizə də hakim olmağa bacarmalıyıq. Eynilə. Bu çox vacib məsələdir. Sahib bəyə bir daha təşəkkür edirik. Bir daha xatırladaq ki, bizim canlı bağlantıda olan qonağımız beynəlxalq yoga təlimçisi Sahib Xudaverdiyev idi. Siz onu bizim efirimizdə izləyirsiniz, amma onu həmçinin Instagramda da izləyə bilərsiniz. Mütləq izləyin, mütləq izləməyə,
yazaraq, bəli, Instagramda axtarış yerində mənəvi dünyanıza 100%. xidmət eləyəcək O bu həmçinin izləmə. Balidə olmağına baxmayaraq öz yoga təlimlərinə də davam eləyir. Onlayn şəkildə də qoşula özünlə bilərsiniz. əlaqə saxlaya bilərsiniz Instagram vasitəsilə, hörmətli tamaşaçılar. Çox sağ olsun ki, bizim üçün də belə videolar çəkir, Bəli. səhər-səhər insanlara, belə deyək, hədiyyə eləyir. Təşəkkür edirik, buradan salamlayırıq Bir və daha. gözəl əhvalının həmişə onunla birlikdə olmasını diləyirik Sahib bəyə.